Her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Salam əziz tamaşaçılar, xoş gördük herkese. Bugün biz qürur verici bir mövzuda şəhidlərimiz haqqında danışacağıq. Bəli, çünki şəhidlərimiz bizim qəhrəmanlarımızdır. Onlar öz canlarını vətən üçün fəda edirlər ki, biz azad və güvənli bir ölkədə yaşaya bilək. Bizim borcumuz onların xatirəsini yaşatmaq, qəhrəmanlıqlarını isə gələcək nəsillərə çatdırmaqdır. Bu verilişimizdə isə həm şəhidlərimizin həyat yollarından, həm də onların qoyub getdiyi şərəfli izlərdən danışacağıq. İndi isə gəlin qəlbimizi şəhidlərimizin ruhuna hörmət və minnətdarlıqla açaq. Qarabağ adı hər bir Azərbaycanlının qəlbində həsrət, kədər və qürurla yaşayırdı. İllərlə əsarətdə olan torpaqlarımız xalqın yaddaşından silinmədi. Əksinə, daha da müqəddəsləşdi. Bizim üçün Qarabağ yalnız bir coğrafiya deyildi. Qarabağ vətənimizin ürəyi, tariximizin beşiyi, mədəniyyətimizin beşiyi idi. Bu ürəyin üzərinə illər boyu işğalın qara kölgəsi düşsə də, millətimizin azad iradəsini sındıra bilmədi. O illərdə uşaqdan böyüyə hər kəsin arzusunda bir istək vardı: azad Qarabağı görmək. Məktəblilərin dərslərində, anaların dualarında, qazilərin xatirələrində, şairlərin şeirlərində Qarabağ həsrəti yaşayırdı. Hər şəhid məzarı bu torpağın yolunda verilən qurbanların şahidi idi. Xalqın qəlbində bir ümid vardı. O gün gələcək, Qarabağ qayıdacaq. Və o gün gəldi. Azərbaycan ordusu tarix yazdı. Gənc əskərlərimiz, igid zabitlərimiz, minlərlə vətən övladı Qarabağ Azərbaycandır şüarını qanınla, canınla həqiqətə çevirdi. Şəhidlərimizin ruhu əskərlərlə çiyin-çiyinə irəlilədi. Sıldırım qayalar, dumanlı meşələr, dərin dərələr bu yürüşün qarşısında dayanmadı. Şuşaya gedən yol zəfər yolu oldu. Xarı bülbül əsarətdən yenidən göz açdı. Azan səsi Şuşanın göylərində ucalanda bütün Azərbaycan bir nəfəs oldu. Bütün xalq göz yaşlarını saxlaya bilmədi. O an hər kəs bilirdi ki, bu zəfər yalnız ordunun deyil, bütün millətin zəfəridir. Qarabağ azadlığı ilə Xocalının fəryadı cavabını tapdı. Ağdamın viran qalmış küçələri ümidlə nəfəs aldı. Laçının dağları azadlıq nəğməsi oxudu. Kəlbəcərin bulaqları yenidən xalqına qovuşdu. Qarabağ vətənə, vətən Qarabağa qayıtdı. Bu zəfər təkcə bugünün deyil, gələcək nəsillərin də qürur mənbəyidir. Çünki hər qarış torpaq qanla, dua ilə, inamla alındı. Qarabağın azadlığı bizə yalnız bir torpağı deyil, həm də milli birliyi, gücü və əzmi göstərdi. İndi Qarabağ azaddır, azadlıq isə əbədidir. Çünki bu torpağın üstündə şəhid qanı var. Bu torpağın üstündə xalqın duası var. Bu torpağın üstündə millət iradəsi var. Qarabağ Azərbaycanın qəlbi, ruhu və əbədi zəfər dastanıdır. Bugün biz şəhidimiz Sənan Hüseynovun evinə qonaq gəlmişik. İndi isə şəhidimizin anası Alidə xanımı tanıyaq. Övladınız haqqında nə demək istəyirsiniz? Sənan xatirələrimdə hər zaman yaşayır. Sənan çox yaxşı bir oğlan idi. Məktəblərində həmişə fəaliyyət göstərdi. Müəllimləri həmişə onunla razılıq edirdilər, çox istəyirdilər Sənanı. Sənan yaxşı bir oğlan idi, ağıllı idi. Müharibə döyüşlərinə də özü istəyi ilə gedibdi. Bir gün Vətən müharibəsində döyüşçüsü olub, Şuşa döyüşlərində şəhid olubdu. Növbəti qonağımız kapitan qazi Bəhram Hüseynovdur. Qarabağ döyüşlərinə qatıldığınız ilk günü necə xatırlayırsınız? Qarabağ döyüşləri bugün günlük yadımdadır. 27 sentyabr səhər saat 7 radələrində idi. Döyüşün ilk başlanğıcı düşmən təyyarəsinin vurulması ilə, anı ilə başladı. Füzuli rayon Altanlı kəndində düşmənin
birinci vertolyot uçuşu zamanı. Həmin vaxtı vertolyot birinci vuruldu, Altan kəndinin qabağında. Döyüş ilk an ondan başladı və şəxsiyyət həmin vaxtı öz komanda alaraq döyüş mövqelərini tutdular və tapşırıqlarını yerinə yetirmək üçün növbəti tapşırığı yerinə yetirdilər və işğaldan olmuş adam torpaqlarımızı düşməndən azad etdilər. O torpaqlarımızı azad etməyə olduğunda biz nə qədər şəhidlər verdik, nə qədər qazilər verdik, nə qədər itkinlər verdik. Şəhid xəbərini aldığınız anı necə xatırlayırsınız? Sənanın şəhidlik xəbəri çox çətin bir xəbər idi. Həmin an yəni mənim üçün çox ağır bir gün oldu da. Yəni o gün mən heç bir valideynə qismət olmasın, heç bir evə şəhid xəbəri getməsin. Yəni həqiqətən də ağır bir xəbərdir. Hələ də o xəbər mənim qəlbimdə məni sarsıdıqdır da o. Yəni heç zaman o mənim qəlbimdən silməsi bir xəbər deyil. Allah heç bir zaman ölkəmizə müharibə göstərməsin. Hər zaman əmin-amanlıq olsun, sülh olsun. Heç bir evlad, uşaq müharibə görməsin bir daha. Onu arzu edirəm. Heç bir uşaqlar görməsin müharibəni. Həmişə sülh olsun. Şəhidlik anlayışı Azərbaycan xalqının tarixində ən müqəddəs məfhumlardan biridir. Hər dövrdə, hər zamanda torpaq uğrunda canından keçən igidlər olub. Ancaq vətən müharibəsi bu ucalığı bir daha gözlərimiz önündə göstərdi. İgidlərimizin qanı torpağı azad etdi, millətin şərəfini əbəd etdi. O igidlərdən biri də şəhid Sənan Vidadıoğlu Hüseynov idi. Onun həyat yolu, döyüş yolu və şəhidlik məqamı bugün hər birimizin qəlbində fəxrlə döyünür. Sənan Hüseynov 1996-cı il aprelin 1-də dünyaya gəlib. Doğulduğu yer Qazaxıstan olsa da əslən Qarabağın bağrından Füzuli rayonunun Qacar kəndindən idi. 2008-ci ildə ailəsi ilə birlikdə Azərbaycana qayıtdı. Bu qayıdış onun həyatının ən mühüm dönəmi idi. Çünki Sənan öz vətənində böyüməli, öz xalqına xidmət etməli idi. Uşaqlıqdan mehriban, təvazökarlığı, sakit təbiəti ilə seçilirdi. Dostları onu dürüst, əqidəli və mərd bir gənc kimi tanıyırdılar. Böyüklərə hörməti, balacalara qayğısı ilə yadda qalan Sənanın gələcəyə dair bir arzusu vardı. Təhsil, ailə, həyat. Ancaq onun ən böyük arzusu doğma torpaqlarımızın azad olunduğunu görmək idi. 2016-cı ildə hərbi xidmətə çağırılan Sənan əskərliyə böyük həvəslə yollandı. Çünki o bilirdi ki, bu xidmət sadəcə bir borc deyil, həm də vətən sevgisinin gerçək ifadəsidir. Hərbi xidmətdə nizamlı, mərd yoldaşlarına dayaq olan biri kimi tanınırdı. Silahı yalnız güllə atan bir dəmir parçası yox, vətən uğrunda haqqın səsi kimi görürdü. 2020-ci ilin sentyabrın 27-si Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Vətən müharibəsi başladı. Sənan Hüseynov da könüllü şəkildə ön cəbhəyə atıldı. O Füzulidən Şuşaya qədər uzanan döyüş yolunu igidliklə addımladı. Onun iştirak etdiyi əməliyyatlardan hər biri müharibənin taleyində dönüş nöqtəsi idi. Füzuli uğrunda döyüşlərdə düşmənin güclü müqavimət göstərməsinə baxmayaraq Azərbaycan ordusu irəliləyirdi. Sənan bu mübarizədə ön sırada idi. Cəbrayılın azad edilməsində onun da əməyi vardı. Bu uğur həm ordunun, həm də xalqın ruhunu qaldırdı. Qubadlı əməliyyatları isə onun taleyində ən ağır səhifələrdən biri oldu. Döyüş yoldaşı belə xatırlayır. Sübh namazından sonra iki qrup şəklində hücuma keçdik. Düşmənin yuvasını dağıtdıq, yüksəkliyi ələ keçirdik. Ancaq qəfil top mərmisi yanımıza düşdü. Həmin gün Sənanı və bir neçə döyüşçü yoldaşımızı itirdik. Hadrut və Şuşa istiqamətindəki döyüşlərdə onun iştirak etdiyi qəhrəmanlıq səhifələrindən biridir. Şuşa uğrunda gedən vuruşmalar Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bu savaşda Sənanın qanı da torpağa qarışdı. 8 oktyabr
2020-ci ildə Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. 24 illik ömür burada bitdi. Amma onun adı əbədiyyətə yazıldı. Sənan Hüseynovun xatirəsi daim ehtiramla yad olunur. Döyüş yoldaşları onu mərd, cəsur və həmrəy bir əskər kimi xatırlayır. Onların sözlərində bir fikir təkrar olunur. Sənan heç vaxt geri çəkilməzdi. Şəhidin ailəsi üçün bir itki ağırdır, amma qürurludur. Onun anası deyir, oğlumun həyatı yarımçıq qaldı, amma adı xalqın yaddaşında əbədi yaşadı. Mənim üçün acı olduğu qədər də qürurludur ki, övladım vətən uğrunda şəhid oldu. Azərbaycan dövləti Sənan Hüseynovun igidliyini yüksək qiymətləndirdi. O ölümündən sonra bir sıra medallarla təltif edildi. Vətən uğrunda, Füzulinin azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Şuşanın azad olunmasına görə cəsur döyüşçü medalları ilə təltif olunub. Onun məzarı Bakı şəhərinin Xəzər rayonunda Binə qəsəbəsi Şəhidlər Xiyabanındadır. Bu məzar sadəcə bir daş abidə deyil, gənclər üçün vətənpərvərlik dərsidir. Sənan Hüseynovun həyatı göstərdi ki, şəhidlik sadəcə bir ölüm deyil, bir ömrün zirvəsini ifadə edir. Onun şəhidliyi Azərbaycan gənclərinə örnəkdir. Hər yeni nəsil bu adları yad etdikcə millət daha da güclü olur. Şəhidlər bizə öyrətdi ki, vətən sevgisi sözlə deyil, qanla sübut olunur. Sənan Hüseynov öz qanı ilə bu torpağı müqəddəs etdi. Şəhid Sənan Hüseynov sadə bir ailənin övladı, gənc bir insan, amma bütöv bir xalqın qəhrəmanıdır. Onun həyatı qısa olsa da mənası çox böyükdür. Sənan və onun kimi igidlərin sayəsində Azərbaycan bugün azad nəfəs alır. Xalqımızın başı uca yaşayır. Onlar bizdən ayrılmadılar, əksinə millətin qəlbində əbədi olaraq yaşadılar. Şəhidlər ölməz, vətən ölünməz. Sənanın uşaqlığından ən yadda qalan xatirəsi nə idi? Sənanın çox gözəl uşaqlığı keçir, məktəbdə çox fəal şagirdlərdən biri olurdu da. Onun sinif rəhbəri də həmişə onu çox istəyirdi. Nadin zərkəsöyün biri olurdu. Məktəbdə sinif rəhbərinin həmişə başını oynatırdı. Həmişə deyirdim ki, eləmədin, çox istəyir sinif rəhbərin, səni müəllimələrin çox əziyyət çəkir. Bir gün nəsə sinif rəhbərinə dedim, çox incitmişdi, dedim, üzr istəyərsən sinif rəhbərindən. İstəmədi, dedi, nəyə görə istəməliyəm, istəməyəcəm. Amma istəmədi üzr sinif rəhbərindən. Cənab kapitan, unudulmaz döyüş xatirələrinizin zəhmət olmasa danışardınız. Döyüş zamanı mən kəşfiyyat qrup komandiri idim. Döyüşün gedən vaxtı rabitə ələbəsi bizdə itən var. Uşaqları yıldım ətrafıma, hələ də bu düşünü yadımdadır. Yıldım səngərdə hamısının yanıma. Dedim uşaqlar, rabitə ələbəsi yoxdur da, bizi bir Allah qoruyur. Bir də ki, bizim öz ağlımız bizi buradan çıxartmalıdır. O uşaqlarla orada keçirdiyimiz anlar, keçirdiyimiz hisslər, heç kimlə əlaqəmiz yox idi. Sadəcə bizi oradan çıxmamız bir möcüzə idi. Həmin an, bugünkü gündə mənim yadımdadır ki, oradan çıxanda sadəcə 2 dənə şəhid verdik. Gorunboy rayon Borsallı kəndindən bir dənə mənim şəhidim var. Nəsirov Nicat Nərmanoğlu. Həmin şəhidimiz, biz səngər həmin vaxtda əlaqəmiz itmişdi, heç kim köməyə çağıra bilmirdi. Qranatın birini məndən götürdü, birini özümdən götürdü. Ermənilərin üstünü tullanaraq özüm də partladı. 4 dənə erməni orada öldürərək. Demək olar ki, qrupu oradan xilas elədi da. Elə bir epizodlar an yanımızdadır bizim. Heç vaxt unudulmaz onlar. Qrup yaşasın deyə, biz yaşayaq deyə onlar öz anlarını orada fəda edirlər. Bugünkü gün həmin an mənim gözüm qabağına ömür boyu silinməz. Çoxdur döyüş xatirələri. Onu danışmaqla, saatlarla, dəqiqələrlə, anlarla, illərlə nə qədər danışsan, o bitəsi bir şey deyil. Yaddan çıxası da bir şey deyil. O daşlara necə qanla həkk olunursa, o bizim qardaşımıza da elə həkk olunur. Gözümüzün qabağından getməz etmə. Azərbaycan əsgərlərinin döyüş ruhu haqqında nə deyə bilərsiniz? Bizim bu 43 günlük müharibəmizdə deyirsinizsə, bizim oradakı ruh yüksəliyimiz tək özümüzə bütün dünyaya bəyran göstərir. Çünki Azərbaycan əsgərinin orada etdiyi döyüşləri demək olar ki, dünya həqiqətən buna
çaşbaş qalmış ki, bu əskər yaralanırdı, dayanmırdı, şəhid olurdu, dayanmırdı. Ölümü bilə-bilə ölümə gedirdi. Həqiqətən ölürdü, dayanmırdı, dala getmirdi. Hərbiçilərimizlə bərabər də xalqımız da bu yüksəkliyin yaratdı, dəstək oldular. Həqiqətən bizim ordumuzla bərabər də bizim mülki işçilərimiz, mülki cəmaatımız, onlar da demək olar ki, bizlə bərabər döyüşürdülər də, yollarda, yardımından tutmuş. Yəni, xalqımız, millətimiz yumruq olmuşdu, bir olmuşdu. Döyüş yüksəkliyi, ruh yüksəkliyi buydu. Çünki hamı həmrəy olub bir olmuş ki, məqsədimiz torpaqları işğaldan azad etmək. Çünki 30 illik belə sonsuz həsrətə arzuya həmin gün 45 gün ərzində son qoyuldu. Ona görə bütün millətimizin ruh yüksəkliyi buydu ki, biz ancaq qabağa gedirdik. 30 illik həsrətə son qoya gedirdik. Azərbaycanımızın parçalandığı xəritəni biz artıq o 44 gün müddətində biz birləşdirdik. Bugün günü bizim Azərbaycanın xəritəsi o şəhidlərimizin, qazilərimizin hesabına Azərbaycan xəritəsi bütövləşir. Hal-hazırda işğaldan alınan torpaqlarımız müəyyən rayonlarda Füzuliyə, Qarabağ zonasına bizim əməkdaşlardan oraya yerləşdirilib. Füzuli rayonuna yerləşdirilib, Qubadlı rayonunda bizim o qaçqınlarımızdan, Füzulidən qaçqın düşmüşlərdən hamısına indi Dədəbaba yurtlarına geri qaytarılıb, hal-hazırda orada yaşayışımız da var, yaşayırlar. Şəhid anası olaraq gənclərə tövsiyəniz nədir? Şəhid anası olaraq mənim tövsiyəm odur ki, gənclərimizə vətənlərini sevsinlər, torpaqlarını sevsinlər, şəhidlərini sevsinlər, hər zaman dəyər versinlər torpaqlara, ölkəyə, şəhidlərinə. Yəni, pis əməllərdən, pis yollardan uzaq olsunlar, dəyərli evlatlar olsunlar hər zaman. Vətənə, millətə. Vətənə, millətə dəyər versinlər. Mən də gənclərimizə bugünkü günü bir Qarabağ əlmi olaraq, Qarabağ qazisi olaraq demək istəyirəm ki, yəni vətəni sevmək lazımdır. Vətən üçün ölməyə dəyər, vətən üçün yaşamağa dəyər. Onun deyirlər, vətən başlayır hardan? Səngərdən. Biz də elə xidmətimiz başladı Səngərdən. Bugünkü günü biz onun üçün demək istəyirəm ki, vətənə layiqli, yetənəcəkli bir övladlar yetişməlidir bugünkü günü. Çünki bu şəhidlərimizin qanı yerdə qalmasın, unudulmasın bunlar. Bunlar bugünkü günü orada rahat yaşamalıdır ki, yəni çəkdiyi əziyyətlər yerdə qalmamalıdır. Bunlardan sonraki davamçılar bunların adını yaşatmalıdır, əbədi yaşamalıdır bunların adı. Çünki tarix yazdılar. Tək Azərbaycan üçün yox, dünya üçün tarix yazdılar. Mən də tək belə tutmasın, gənclərimizə ifadə belə hamı üçün deyirəm ki, şəhidlərimizi unutmayaq. Şəhidlərimizin qanı yerdə qalmasın. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinə Allah səbir versin, onların səbir versin. Allah qazilərimizə də can sağlığı versin. Sağ olun. Onlar sayəsində torpaqlar azaddır, şəhidlərin, qazilərin sayəsində. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də uzun ömür, can sağlığı diləyirəm. Qarabağ işğaldan azad olanda hansı hissləri yaşadınız? Qarabağ torpaqları azad olanda çox gözəl bir hisslər yaşayırdıq. Sevinç hissinin həddi hududu yox idi. Çünki 30 ildir ki, o torpaqların azad olunmağını istəyirdik hər zaman. Yəni, çox sevincli bir günlər yaşayırdıq. Düzdür, sonunda Sənan şəhid olsa da, yenə də Sənan uca bir zirvədədir də. O torpaqların azad olunma hissinin, sevincini hələ də yaşayırıq, həmişə də yaşayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni, o uca bir zirvədir. O qəhrəmanlıq eləyirdi. Yəni, o torpaqlar uğruna gedibdi. Gözəl bir hissdir bizim üçün o torpaqların azad olunması. Yəni, şəhidlərimiz də bilirik ki, yəni, boş yeri şəhid olmayıb da. Yəni, 30 illik torpaqları azad edilib şəhid olublar. Yəni, qəhrəmanlıq eləyiblər, onlar qəhrəmandırlar. Yəni, sevinç hissini həmişə yaşayırıq. Qarabağın alınması xəbəri gələndə mən artıq döyüşün 4-cü dəfəsində yaralanmışdım. Ağır yaralıydım, xəstəxanadaydım. Həkimlər mənə əməliyyatdan hələ çatmışdılar. Bir də həkimlər yaxınlaşdı ki, bəs sənə bir şad xəbər verim, dedim, nə olur ki, atəşkəs oldu, Qarabağ alındı. Azərbaycan torpaqları öz yerinə qayıtdı. Onlar da Qarabağ. Yəni, məni bəlkə də bu həkimdən qurtaran, sağaldan ən çox elə şad xəbərlər oldu ki, yəni biz Qarabağı azad etdik də. Yəni, öz yaralanmağımla bərabər, o boyda şəhidlərin elə bir
Təzədən onlar həyata qayıtdı da. O alınmasaydı elə bir bizim əziyyətimiz yerdə qalardı. İnan Allaha, mən o sevincli xəbərlər bəlkə o acılı, ağrılı günlərdə, yaralı günlərdə məni sağlatdı, ayağa qaldırdı ki, yəni bizim çəkdiyimiz əziyyət yerdə qalmadı. Şəhidlik elə bir uca məqamdır ki, onu sözlərlə təsvir etmək çətindir. İnsan həyatının ən ali məqsədi vətənə xidmət, onun torpağına, millətinə, namusuna sahib çıxmaqdırsa, şəhidlik bu amalın zirvəsidir. Şəhidlər vətənin daşına, torpağına, havasına, suyuna qanları ilə möhür vuran müqəddəs insanlardır. Onlar ömürlərini yarımçıq qoyaraq əbədiyyətə qovuşur. Amma ruhları xalqın yaddaşında əbədi yaşayır. Azərbaycanın igid oğullarından biri də şəhid Sənan Hüseynovdur. O həyatını vətənə bağlamış, torpaq uğrunda döyüş meydanında igidlik göstərmiş, ən böyük fədakarlığı edərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan biridir. Sənan təkcə bir ailənin övladı deyildi, o bütün Azərbaycan xalqının övladı idi, millətinin fəxri idi. Onun adı sadəcə bir vətəndaş kimi deyil, həm də vətən uğrunda canını fəda etmiş qəhrəman kimi yaddaşlara həkk olunur. Şəhidlər haqqında danışarkən yalnız onların ömür yolunu sadalamaq kifayət deyil. Onların həyatının hər anı bir dərs, hər addımı bir nümunədir. Sənan Hüseynovun timsalında görürük ki, vətən sevgisi sözlə yox, əməl ilə sübut olunur. O heç bir zaman geri çəkilmədi, çətinliklərdən qorxmadı, taleyini vətənlə bağladı. Şəhidlərimizin hər biri kimi Sənan da özündən sonra gələcək nəsillərə ən böyük mirası, qəhrəmanlıq və vətənə sədaqət nümunəsini qoyub getdi. Şəhidlər bizim milli kimliyimizin mayasıdır. Onlar torpağa düşməsəydi, bugün biz azad nəfəs ala bilməzdik. Onların qanı ilə suvarılmış bu torpaqda yaşamaq, addım atmaq belə bir məsuliyyətdir. Şəhidlərin qəhrəmanlığı qarşısında baş əymək, onların arzularını davam etdirmək hər birimizin müqəddəs borcudur. Onların arzusu isə sadə və müqəddəs idi. Güclü Azərbaycanı görmək, millətin xoşbəxt gələcəyinə şahid olmaq. Sənan Hüseynov kimi şəhidlərin adı gələndə gözlərimiz önündə təkcə döyüş səhnələri canlanmır. Həm də bir ata ocağı, bir ana ürəyi, bir ömür boyu qurulan arzular göz önünə gəlir. Analar oğulları təkcə böyütmək üçün böyütməzlər. Onlar ümidlərini də böyüdərlər. Sənanın anası da oğlu ilə qürur duyurdu. Çünki bilirdi ki, onun övladı milyonların yaddaşına qəhrəman kimi yaşayır. Şəhidlik həm hüzün, həm də qürur məqamıdır. Bir tərəfdən ürək parçalanır, gözlər dolur, amma digər tərəfdən baş ucalır. Çünki şəhidlər əbədiyyətə yüksələn zirvənin yolçularıdır. Onlar heç vaxt unudulmaz. Çünki unudulmaq şəhidlərə xəyanət olardı. Bugün Sənan Hüseynovun və bütün şəhidlərimizin ruhu xalqın qəlbindədir. Hər bir məktəbdə onların adı çəkilir, hər bir evdə onların xatirəsi hörmətlə yad olunur. Onların qəhrəmanlığı yeni nəsillərə yol göstərir, güc verir. Şəhidlər vətənin azad nəfəsi, millətin əbədi şərəfidir. Sənan Hüseynov kimi oğullar göstərdilər ki, torpaq sevgisi ölümdən də ucadır. Onların qanı ilə yoğrulmuş bu torpaq bizim müqəddəs an yerimizdir. Biz şəhidlərimizin yolunu davam etdirdikcə, onların arzularını yaşatdıqca Azərbaycanın gələcəyi daim işıqlı olacaq. Çünki bir millətin gücü onun şəhidlərinin ruhundan, qəhrəmanlarının iradəsindən doğur. Əziz tamaşaçılar, bugün bir daha gördük ki, şəhidlərimizin xatirəsi bizim üçün əbədi bir nurdur. Onların qəhrəmanlıqları sayəsində bugün biz rahat, azad yaşayırıq. Biz ömrümüzün sonuna kimi şəhidlərimizin ruhuna borcluyuq. Biz onlara borcumuzu yalnız bir yolla ödəyə bilərik. Vətəni daha çox sevərək, qoruyaraq və daima xatırlayaraq. Sağ olun ki, bugün bizlə bərabər oldunuz. Gəlin şəhidlərimizi yad edək, onları unutmayaq. Şəhidlər ölməz, vətən bölünməz. Sağ olun, gəlin görüşlərədək. Bir daha əziz izləyicilərimizi təşəkkür edirik bizi izlədiyimizə görə. Bəli, biz də bugün öz heyətimizlə şəhidimiz Sənan Hüseynovun evində qonaq olduq. Onun həyat hekayəsi ilə daha yaxından tanış olduq. Həm bizim
qazimiz, kapitan, cənab kapitanın, həm də şəhidimizin anası, bizim anamız Ailə xanımın sözləri ilə belə bir nəticəyə gəldi ki, şəhidlik həqiqətən də unudulmaz bir məqamdır. Şəhidlik hər kəsə nəsib olmayan bir məqamdır və gənclərimizə buradan bizim ən böyük tövsiyəmiz odur ki, vətəni sevin, şəhidlərimizi sevin, torpağı sevin və lazım olsa torpaq uğrunda candan belə keçməyə hazır olmaq lazımdır. Çünki ən böyük nemət vətənə olan sevgidir. Ən böyük nemət torpağa olan sevgidir, xalqa olan sevgidir. Bugün vətənə, xalqına, torpağına sevgisi olmayan bir insana vətəndaş demək, onunla fəxr etmək mümkünsüz olan bir şeydir. Və şəhidlərimizin də bizə qoyub getdiyi bir irs, vəsiyyət məhz elə bu nüansdır. Və bu günləri bir daha mən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başda sənan olmaqla Allah anamıza səbir versin. Allah bütün qazilərimizə can sağlığı versin inşallah və bizim də kiçicik bir dəyərləndirməmiz var. Bizim layihənin Azərbaycan naminə diplomu ilə istərdik. Azərbaycanın bütövlüyü uğrunda göstərdiyi əvəzsiz xidmətlərinə görə şəhid Hüseynov Sənanın anası Ailə xanımı buyur təqdim edin anamıza. Və eləcə də bizim verilişimizin iki aparıcısı Rabiyə Məmmədli və Kamran Əlixanov ilk buraxılışları idi. Çox həyəcanlıydılar və inşallah növbəti buraxılışlarda bundan daha gözəl verilişlər, daha gözəl təqdimatlar ediləcəklər. Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi əvəzsiz xidmətlərinə görə Rabiyə Məmmədli təltif olunur və Azərbaycanın bütövlüyü uğrunda göstərdiyi əvəzsiz xidmətlərinə görə Kamran Əlixanov və bizim cənab kapitanımız Hüseynov Bəhrəm Bəhluloğlu, yoldaş kapitan. Və əziz izləyicilər, bizim təşkilatımızın eyni zamanda da xüsusi bir Turan fədaisi ödülünü təqdim eləmək istəyirdim. Öz adımızdan, komandamız adından bizim şəhidimiz Sənanın Ailə xanımı və bizim əməkdaşlıq elədiyimiz Türkiyədən olan özəl bir təqdimatımızı təqdim eləmək istəyirəm. Rabiyə Məmmədli, Rabiyə, bu da sənin və bizim Hüseynov Bəhrəm Bəhluloğlu kapitanımız. Buyurun yoldaş kapitan. Və bir daha buradan bizim aparıcıların da təqdimatında bizim izləyicilərimizə onu çatdırmaq istəyirik ki, biz bütün şəhidlərimizin evində qonaq olacağıq, bütün şəhidlərimizi təqdimatını edəcəyik ki, çünki necə deyərlər, şəhidlər ölməz, vətən ölünməz.